Vilayət Eyvazova bildiriblər ki, hadisəyə don geyindirib ən azı 2 polisi həbs edək. Vilayət Eyvazov bununla razılaşmır, qırğın gedir. Bu dəqiqə Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Əli Nağıyev və prokurorluq Vilayət Eyvazova deyiblər ki, işin üstü açılıb. Milyonlar baxıb. Gəl, 2 polisini, orada indi rəisi qoy qırağı, orada 2 polis olub da, 3 polis olub da 4. Biri deyək ki, generalın mavinidir, baş polis, general. O birisi üçündən ikisini gəl rasxoda verək. Hadisəyə don geyindirib ən azı 2 polisi həbs eləyək. Vilayət Eyvazov bununla razılaşmır. Qırğın gedir bu dəqiqə yuxarıda. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev bu barədə İlham Əliyevə məruzə edibdir. İlham Əliyev əsəbləşib ki, mənim bu dəqiqə kiminsə ölümü ilə məşğul olası vaxtım yoxdur. Birinin üstünə, İlham Əliyev deyib, birinin üstünə yıxın, işi bağlayın. Birinin üstünə yıxın, işi bağlayın. Yaxın 10 gün ərzində cinayət hadisəyə aidiyyatı olmayan şəxsin üstünə yıxıb söhbəti bağlayacaqlar. Artıq bu qərar yuxarıda qəbul edilib. Vəssalam. Vəssalam. Hələ bəlkə prezident özünü şişirtmək üçün o adam, indi lox axtarırlar. Gəncədə narkoman axtarırlar, Gəncədə lox axtarırlar ki, binanın başına çıxmışdıq. Mən çəkdim, o da çəkən də öldü, bir baş şey verən kim özünü tulladı. Və yaxud belə bir don geyindirəcəklər də qardaş. Ya bir qız üstündə qoyacaqlar söhbəti, ya nə bilim binanın başından özü tullandı, ya ailədə dalaşmışdı, ailəni razı salacaqlar, ailədə dalaşıb çıxıb özünü atmışdı. Qardaş, dedim, yuxarıda qərar qəbul edilib, İlham Əliyev, birinin boynuna qoyun, söhbəti bağlayın.